Bu vəziyyətdən çıxmaq lazımdır. Yeni doğulan uşaqların sayı azalıb, ölümlərin sayı artıb. Məsələn, bu reallıqdır da Azərbaycan. Axı bu səbəblər aradan götürülməlidir. Yaxşı, bu səbəblər necə aradan götürülməlidir? Nəyə görə uşaqlar bizdə azalır, yeni doğulan uşaqların sayı azalır, başqa qonşu ölkələrdə artır? Bunun səbəbləri var axı. Yaxşı, bu səbəbi aradan götürməlidir. Məsələn, nə götürməlidir? Hələ birinci uşaq dünyaya gələn kimi hamımız bilir ki, uşağın özündən pul alır. Uşağa pul vermək əvəzinə. Bizdə uşağın özündən pul alırlar. Əlbəttə, uşaq müalicə ala bilmir. Uşaq lazım qaydada vitamin qəbul edə bilmir. Nə etməlidir? O cümlədən də valideyn özü də hesab çəkir. Respublika problemlər içərisində boğulur. Mən şəxsi qərəzçilik üçün demirəm. Mən də istəyirəm ki, yaxşı olsun. Bu dövlətimizin adına layiq olsun, vətənimizin, dövlətimizin. Bir gün səhər çıxır, bir veteran danışır, ələncə danışır, özün biri asır, yandırır. Bunlar niyə olmalı cəmiyyətimizdə bizim? Bunlar olmaya bilər axı. Yox, bəlkə xüsusi insanlar var, bunu yaradan insanlar. Nə olsun vəzifədədir? Düşmənçilik aparır bu dövlətinə. Bu adamlar var. Mən milli qüvvələrə müraciət edirəm Azərbaycanda. Ən böyük günahımız oldu ki, bütün milli qüvvələr bir yerdə birləşə bilmədi. Səhər hamımızın qapısı döyüləcək. Hamımız o haqsızlıqlarla rastlaşacaq. Əgər o məhkəmə düzgün məhkəmə sistemi, hüquq mühafizə sistemi düzgün qurulmasa, hamısı insanlar əzabı çəkəcək.